Salam, hər vaxtınız xeyir olsun. Bugün histologiya suallarının izahına baxırıq. Yunancadan fagos sözünün tərcüməsi udmaq deməkdir. Mitos sözünün mənası Yunan dilindən tərcüməsi sap tel deməkdir. Mitoxondri sözündə mitos sap tel olduğu kimi xondrionda dəndənəvər mənasını verir. Sitos sözünün Yunan dilindən tərcüməsi hüceyrə deməkdir. Lizosomda lizis sözünün mənası həll edirəm deməkdir. Membran sözünün latın dilindən tərcüməsi dəri, örtük mənasını bildirir. Robert Hooke aşağıdakıların hansını tədqiq edərkən hüceyrə terminini işlətmişdir? Biz bilirik ki, palıd ağacının qabığındakı mantara baxan zaman oradakı arı şanına bənzər gözcükləri görmüş və ona hüceyrə termini adını vermişdir, yəni mantar. E variantı. Sentriollar, yəni hüceyrə mərkəzi, hüceyrə bölünməsində iştirak edirlər. Xarici mühitlə və qonşu hüceyrələrlə bilavasitə qarşılıqlı əlaqəni təmin edir. Xarici mühitlə və qonşu hüceyrələrlə əlaqə deyirsə, deməli söhbət qılafdan gedir. Yağların və karbohidratların sintezi gedir. Yağların və karbohidratların sintezi hamar endoplazmatik şəbəkə və Golgi aparatında getmiş olur. Həyat fəaliyyətləri üçün zəruri olan zülallar sintez olunur. 1. Mitoxondridə, bir də plastiddə sintez olunur. Nəyə görə mitoxondri və plastidi seçdim? Çünki onun tərkibində ribosom var. Ribosom da bilirik ki, zülal sintezində iştirak etmiş olur və ona görə də cavabımız mitoxondri və plastid olacaq. A variantı niyə olmaz? Çünki Golgi kompleksi var orada. B variantında heç biri olmaz. C-də lizosom olmaz. Y-də də ki, hər ikisi olmaz. 12-ci suala baxırıq. Membransız hüceyrə strukturlarını biz əzbərdən bilməliyik ki, ribosom, hüceyrə mərkəzi və nüvəcikdir. Yəni cavabımız B variantıdır. Bir membranlı hüceyrə strukturları hansılardır? Bir membranlılar lizosom, Golgi aparatı və endoplazmatik şəbəkə olaraq yadımızda saxlayırıq. Hüceyrədə olan karbon qazı hansı orqanoidlər istifadə edirlər? Karbon qazını fotosintez zamanı xloroplastlar istifadə edərək ondan monosaxarid olan qlükoza və oksigen sintez etmiş olur. Ali bitkilərin hüceyrələrində olmur. Ali bitkilərin hüceyrələrində hüceyrə mərkəzi olmur. Heyvanlarda isə hüceyrə mərkəzi olur. Sərbəst oksigen əmələ gətirə bilər. Xloroplastlar fotosintez prosesi nəticəsində əmələ gətirir. Hüceyrəyə daxil olan oksigenin çox hissəsini işlədən orqanoid mitoxondridir və nəticədə biz enerji əldə etmiş oluruq. Heyvan orqanizmində hüceyrə tənəffüsünü təmin edən quruluş və orqanoid mitoxondridir. Hansı hüceyrə ən sadə quruluşa malikdir? Təbii ki, ən sadə quruluşlu hüceyrə istəyirsə, biz burada bakteriya axtarırıq. Çünki qalan orqanizmlərin nüvəsi var. Məsəl üçün, invizor tərlik, amöb, bunların nüvəsi var. Leykosit biz bilirik ki, o da nüvəli qanın formalı elementidir. Yumurta hüceyrə nüvəsi var, ehtiyat qida maddəsi var. Amma streptokoklar nəyə aiddir? Təbii ki, bakteriyalara aiddir. Bakteriyaların nüvəsi yoxdur. Ən sadə quruluşlu hüceyrələrə aiddir. Lizosomlar formalaşır. Lizosomlar biz bilirik ki, Golgi kompleksində formalaşmış olacaq. Bitki hüceyrəsinin ikiyə bölünməsi yolu ilə çoxalan orqanoidləri mitoxondrilər və xloroplastlardır ki, bunlar DNT-yə malik olduqlarına görə özlərini ikiləşdirə bilirlər. Bitki hüceyrəsinin nuklein turşularının sintezini həyata keçirən orqanoidləri. Təbii ki, bunlarda hansılar olacaq? Yenə də xloroplastlar və mitoxondrilər. Çünki nuklein turşularının sintezini həyata keçirirlər deyə ikiyə bölünməklə çoxala bilirlər. Yunan mənşəli karion sözünün tərcüməsi latıncadan nukleus sözünün mənasıdır ki, nukleus da, karion da, hər ikisi də Azərbaycan dilində nüvə deməkdir. Hüceyrənin inkişaf vaidi olmasını ilk dəfə sübut etmiş alim Karl Beri olmuşdur və heyvan hüceyrəsində iki hissəcikdən ibarətdir deyir. Bizə eyni hissəcik demir, sadəcə iki hissəcikdən ibarətdir deyirsə, cavabımız ribosom və hüceyrə mərkəzi olacaq. Nəyə görə ribosom və hüceyrə mərkəzidir? Ribosomlar müxtəlif ölçülü iki hissəcikdən ibarətdir. Hüceyrə mərkəzi isə bir-birinə perpendikulyar yerləşmiş, eyni ölçüdə olan hissəciklərdən ibarətdir. Hüceyrədə müxtəlif ölçülü iki hissəcikdən təşkil olunmuşdur. Bayaqda dediyimiz kimi ribosom olacaq.
bir-birinə perpendikulyar yerləşmiş iki cisimcikdən ibarətdir deyirsə, bu da hüceyrə mərkəzi olacaq. Bütün canlı hüceyrələrdə olan struktur ribosomdur. Hətta ribosom bakteriyalarda belə olduğuna görə onları qədim orqanoiddə adlandırırlar. Hüceyrənin hansı orqanoidi hesabına plazmatik membranın təzələnməsi prosesi baş verir? Bu orqanoid Golgi kompleksidir ki, Golgi kompleksinin bir neçə xüsusiyyətlərindən biri də plazmatik membranın təzələnməsi prosesidir. Tənəvvər endoplazmatik şəbəkə üçün yanlışdır. Niyə dənəvər deyilir? Çünki endoplazmatik şəbəkənin membranı üzərində çoxlu ribosomlara rast gəlinir ki, bu ribosomlarda zülal sintezi getmiş olur. Nəticədə dənəvər endoplazmatik şəbəkəyə zülal sintezində ribosomun hesabına iştirak etmiş olacaq. Demək ki, biz üçün yanlışdır deyirsə, kanal və boşluqlarının membranında çoxlu miqdarda ribosomlara rast gəlinir fikri doğrudur. Bayaq dediyimiz kimi. Mitoxondri olan hüceyrələrdə təsadüf olunmur deyir. Bu fikir yanlışdır. Axı biz bilirik ki, mitoxondri olan hüceyrələr, yəni bakteriyalarda membranlı orqanoidlərə rast gəlinmir. Amma hansı ki, digər canlıların hamısının mitoxondri olur və həmçinin də dənəvər endoplazmatik şəbəkəyə də rast gəlinir. C variantında bir membranlı hüceyrə strukturudur. Bu fikir doğrudur. Zülal sintezində iştirak edir. Bəli, çünki ribosomu var. Bakteriyalarda təsadüf olunmur. Bu fikir də doğrudur. Çünki biz bilirik ki, membranlı orqanoidlər bakteriyalarda olmur. Bakteriyalarda olan orqanoidlər membransız orqanoidlərdir. Həm prokariot, həm də eukaryotlara xasdır. Elə bir variant seçməliyik ki, həm nüvəlilərə, həm də nüvəsizlərə aid olsun. Mitoxondri seçə bilmərik. Çünki biz dedik ki, bakteriyalarda mitoxondri yoxdur. Plastid membranlı orqanoidlərə rast gəlinmir. Yəni, nə bir membranlı, nə iki membranlı. Ona görə də iki membranlı olan mitoxondrini ləğv edirik. Formalaşmış nüvə də ki, ümumiyyətlə prokaryotlarda yoxdur. Deməli, nuklein turşuları DNT və RNT həm prokaryotlarda, həm də eukaryotlarda rast gəlinmiş olacaq. 32. Bitki hüceyrəsində karbohidratların sintezi, yəni birinci tərəf üçün sintez istəyir, ikinci tərəf üçün isə toplanması müvafiq olaraq baş verir. Karbohidratların sintezi təbii ki, xloroplastda, toplanması isə leykoplastda baş vermiş olacaq. ATF sintez olunur. ATF mitoxondrilərdə sintez olunmuş olacaq. Qram xloroplastın daxili membranının üst-üstə yığılması nəticəsində əmələ gəlmişdir. Ona görə də xloroplastların daxili membranına yaslaşmış strukturdur deyə qeyd edirik. Krista. Krista sözünün mənası pipet çıxıntı deməkdir. Kristlər mitoxondridə rast gəlinir. Daxili membranın qırışlı olması nəticəsində yaranır. Baxaq ki, variantlardan B variantı uyğun gəlir. Mitoxondrinin daxili membranının qırışlı çıxıntısıdır. 36. Hüceyrənin ən qədim orqanoidlərindən biri bakteriyalarda rast gəlinən ribosom ola bilər, qamçı ola bilər. Sonra ən qədim hissəciklərindən strukturundan biri xromosom ola bilər. Yəni bunlar bakteriyalarda var deyə, bakteriyalarda arxeida yaranıb deyə biz onlarda olan struktur və ya orqanoidləri seçəcəyik ən qədim hissə və yaxud da ki, orqanoid kimi. Hüceyrənin ən qədim orqanoidlərindən biri olacaq qamçı, çünki bakteriyalarda var. Ən qədim strukturu deyəndə xromosom, çünki bakteriyalarda var. Hüceyrə daxili həzm prosesini həyata keçirən orqanoidin formalaşdığı bir membranlı orqanoid Golgi kompleksidir. Golgi kompleksi həm lizosomun formalaşmasında iştirak etmiş olur, həm plazmatik membranın yenilənməsində iştirak etmiş olur, həmçində yağların və karbohidratların sintezində də iştirak edir. Həmçinin qablaşdırdığı ehtiyat qida maddələrinin bir hüceyrədən digər hüceyrəyə daşınmasında da mühüm rol oynamış olur. Karyon sözünün Yunan dilindən tərcüməsi nüvə deməkdir. Nukleus sözünün Latın dilindən tərcüməsi nüvə deməkdir. Qeyd edilən orqanoidlərdən quruluşuna görə xloroplastlara daha çox oxşar olan hansı olacaq? Təbii ki, mitoxondri olacaq. Çünki mitoxondrinin də tərkibində xloroplastda da halqa şəkildə DNT var. Mitoxondridə də, xloroplastda da hər ikisində də iki membranlıdır, daxili membranları qırışlıdır. Buna görə də bir-birlərinə daha çox oxşuyurlar. Qeyd edilən orqanoidlərdən quruluşuna görə mitoxondrilərə daha çox oxşar olan
təbii ki, mitoxondri olacaq. Bayaqki sualın əksidir. Xlorofillər canlıların neçə aləminin nümayəndələrində təsadüf edilir? Biz bir dənə göbələkləri çıxsaq, qalan 4 aləmdən 3-ündə xlorofilə rast gəlinəcək. Bitki orqanizmdə hüceyrə tənəffüsünü təmin edən struktur və ya orqanoid mitoxondridir. Hansı canlılarda hüceyrə divarına rast gəlinər? Hansı canlılarda baxırıq ki, amöb heyvanlara aiddir. Onlarda hüceyrə divarına rast gəlinmir. Sonra qalanlarında Parmelia şibiyədir, rast gəlinər. Laminaria yosundur, rast gəlinər. Cyanobakteriya bakteriyalara aiddir, hüceyrə divarı var. Plevrokok yosunlara aiddir və onlarda da rast gəlinəcək. 1, 2, 3, 4 cavabımız olacaq C variantı. Laboratoriyada bir hüceyrəni mikroskopla araşdıran bir tələbə olan onun ekariot bir canlıya aid olduğu qənaətinə gəlir. Buna səbəb aşağıdakılardan hansı ola bilər? İrsi materiala malik olmaq bu prokariotlarda da belədir. Yəni onlarda da DNT, RNT var. Ekariotlarda da bu bir ekariot olduğunu bizə göstərtməz. 2 lipid cərgəsinə malik orqanoidinin olması. Bəli, cavab bu ola bilər. Niyə? Çünki 2 lipid cərgəsi bir lipid qatı deməkdir və bu bir membranlı orqanoid deməkdir ki, ümumiyyətlə biz bilirik ki, prokariotlarda membranlı orqanoidlərə rast gəlinmir. Amma ekariotlarda membranlı orqanoidlərə rast gəlinir. Əgər 2 lipid cərgəsinə malik orqanoid varsa, deməli bu ekariotlara aiddir. Transkripsiya prosesinin sitoplazmada getməsi. Transkripsiya prosesi sitoplazmada prokariotlarda gedir. Membransız orqanoidlərə malik olmaq prokariotlarda gedir. Hərəkət orqanoidına malik olmaq bu həm ekariot, həm də ki prokariotlarda olur. Bir hüceyrələrin yalnız bir qismində rast gəlinir. Baxırıq ki, bir hüceyrələr dedikdə, yəni bu bitki də ola bilər, bir hüceyrəsi heyvanın da bir hüceyrəsi ola bilər, göbələyin də, bakteriyalar hamısı bir hüceyrəlidir. Amma bir hüceyrələrin yalnız bir qismində rast gəlinir deyirsə, baxaq ki, burada məsəl üçün hüceyrə divarı ola bilər. Çünki hüceyrə divarı biz bilirik ki, heyvanların bir hüceyrələrində olmayacaq. Amma sitoplazma bütün bir hüceyrələrdə var. Yəni istənilən aləmin bir hüceyrəsində var. Ribosom istəniləndə var. Plazmatik membran bütün hüceyrələrdə var. DNT irsi məlumatın daşıyıcısıdır və bütün hüceyrələrdə rast gəlinir. Anabolizm prosesinə həyata keçirməyən hüceyrə orqanoidi. Anabolizm nə deməkdir? Tutaq ki, hər hansı 2 monomerin birləşib yeni bir üzüm maddə yaratmasıdır. Biz də bilirik ki, lizosom sintez prosesində iştirak etmir, ancaq parçalamaqdır onun vəzifəsi. Amma məsələn ribosom, mitoxondridə, Golgi kompleksli endoplazmatik şəbəkə kimi orqanoidlər bunlar anabolizm prosesində, yəni sintez proseslərində iştirak edirlər. Rəngli cisim nədən ibarətdir? Rəngli cisim əvvəlcə nə deməkdir? Xromosom deməkdir. Soma deməli cisim və bədən deməkdir. Xromo isə rəng deməkdir. Və söhbət xromosomdan gedirsə, xromosom histon zülalından və DNT-dən ibarətdir. Cavabımız A variantıdır. Ekariot hüceyrələrdə amin turşularının zülallarda ardıcıllıq haqqında məlumat əsasən hansı strukturlarda saxlanılır? Deməli, ekariot hüceyrələrdə amin turşularının zülallarda ardıcıllıq haqqında məlumat əsasən hansı strukturlarda saxlanılır? Deməli, sitoplazma deyil və cavabımız A variantı nüvədə olacaq. Sonra canlı orqanizmlərin 4 aləminin hamısında rast gəlinən orqanoid hansıdır? Təbii ki, ribosom olacaq. Ribosom bilirik ki, membransız orqanoiddir. Həmçinin bakteriyalarda da rast gəlinir, ən qədimdir və bütün aləmlərin hamısında da rast gəlinir və zülal sintezində iştirak etmiş olur. Hansı orqanoid fəaliyyəti zaman ən çox karbon qazı buraxır deyirsə, yandırmaq funksiyasını yerinə yetirən mitoxondrini götürərik. Çünki mitoxondri sitoplazmadan üzüm maddələri alır, oksigeni alır. Öz daxilində üzüm maddəni oksigində yandırmaqla çoxlu enerji əldə edir. Həmçinin də karbon qazı yaratmış olur və suda əldə etmiş olur üzüm maddələrinin yandırılması nəticəsində. Ribosom hansı maddələrdən ibarətdir dedisə, ribosom tərkibində RNT və zülaldan təşkil olunmuşdur.